Salam, hörmətli izləyicilərim. Bugün sizə belə bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da jilet, jaket, süitrə, nə istəsəz toxuya bilərsiniz. Uşaq üçün, böyük üçün. Sapımdakı 100 qramlıq, 350 metrəlik bir sapdır. İlməkləri də burada 5-5 yığmışam. İndi mən burada 3 dənə ilmək naxışı göstərəcəm sizə belə. Bunun üçün də bizə 5, 5, 2, 4, 6, 8, 10, 12, 14, 16, 17 ilmək yığacağım milimin üstünə. Bunun üçün belə bir sap götürmüşəm. 17 ilmək yığacağım milə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17 ilmək yığdım milimə. Buradan bir düğün atıram. Belə. Artıq sapı da buradan kəsirəm. İndi mən burada rezinka toxuyan deyiləm. 2 sıra tərs toxuyacağım. 1 sıra düz üzdən, 1 sıra da tərs üzdən. Kim istəyir, hansı rezinkanı istəyir toxuya bilər. İndi burada birinci sıradır. Birinci ilməyini də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri tərs toxuyuram. Siz rezinka toxuyandan sonra belə yığmaq lazım olmayacaq da sizə. Rezinkadan sonra naxışı başlaya bilərsiniz toxumağa. Mən indi rezinka toxumadığıma görə sıranı tərs toxuyuram ki, naxış düz dayansın. Kənar ilməyi də tərs toxuyuram. Kənarı da kim istəsə düz toxuyar, kim istəsə tərs. Mən tərs toxuyuram. İkinci sıra arxa üzdən yenə bütün ilməkləri tərs toxuyuram. Bir sıra. İndi düz üzdən birinci ilməyi götürürəm, toxumuram. Bir tərs toxudum. Elə bir kənar ilməklə bir yerdə 2 tərs oldu. Burada 1, 2, 3 ilmək var. 3 ilməkdən sonra 3 ilə 4-ün arasından bir ilmək çıxardıram. Sonra bu 3 ilməyi toxuyuram. Həmin bu 3 ilməyi düz toxuyuram. 2, 3 ilməyi toxudum. Sonra bu götürdüyüm ilməyi həmin bu ilməklərin üstündən keçirdirəm. Sonra yenə 2 tərs toxuyuram. 2. Yenə 1, 2, 3 ilməkdən sonra bir ilmək çıxardıram. Sonra bu 3 ilməyi yenə düz toxuyuram. Bu çıxardığım ilməyi bu 3 ilməyin üstündən təzədən keçirdirəm. Yenə 2 tərs toxuyuram. Yenə 1, 2, 3 ilmək. 3 ilməkdən sonra bir ilmək çıxardım. Sonra bu 3 ilməyi düz toxuyuram.
Sonra bu çıxardığım ilməyi bu ilməklərin üstündən keçirdirəm. Yenə də 2 tərs kənarda. Belə. Tərs üzdən indi. Tərsləri tərs toxuyuram, düzləri də düz. Kənarı toxumuram. Düz 3 tərs indi. 2 3 tərs. 2 düz. Bu düzlər düz üzdən tərs götürdüyümüz ilməklərdir. 3 tərs, 2 düz. İki düz kənarda. Bu formada belə bir naxış alınır. İndi bir sırada toxuyacağım yenə. Eyni şeyi təkrar edirik. Başqa heç bir iş görmürük. 2 tərsə götürdüm. Yenə 1, 2, 3 ilməkdən sonra yenə ilməni götürdüm. 3 düzü toxuyuram. Bu götürdüyüm ilməni bu ilməklərin üstündən keçirdirəm bu tərəfə. Yəni artma, silmə olmur. 2 tərs yenə. Yenə 3 ilməkdən sonra bir ilmək çıxardım. Sonra bu ilməkləri 3 ilməyi toxuyuram. Yenə bu çıxardığım ilməyi bu 3 ilməyin üstündən keçirdim. Yenə 2 tərs. Yenə bu 3 ilməkdən sonra bir ilməyi çıxardım. Bu 3 ilməyi düz toxuyuram. 2, 3. Çıxardığım ilməyi bu üstdən keçirtdim. Kənardakiləri də 2 tərsi toxudum. Tərs üzdən də yenə tərsləri tərs, düzləri düz. Tərs üzdən 2 düz, 1 tərs olur. 2 düz, 3 tərs. Formada belə bir naxış alınır. Tez artan naxışdır. Toxunması da çox asandır da, çox çətin naxış deyil. Belə bu formada bir naxışdır. Sağ olun, gələn videomda görüşənə qədər. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsini də basmağı unutmayın.